İş həyatı, gərginliklər, yorğunluqlar. İşləyən ailələrin ən böyük problemlərindən biri də bir-birinə kifayət qədər vaxt ayıra bilməmələridir. Xüsusilə də əgər uşaqlar varsa, ata-ana rolu istər-istəməz həyat yoldaşı rolundan ön plana keçir. Beləliklə, tərəflər arasında ünsiyyət demək olar ki, itir. Təəssüf ki, təsvir etdiyimiz bu tablo həyatda tez-tez baş verir. Bu cür həyat tərzi təbii olaraq tərəflər arasında soyuqluğa səbəb olur. Vaxt keçdikcə ailədə ciddi problemlər meydana gəlir. Halbuki, insan həyatda bütün rollarında səmimi olmalıdır. Üstəlik bir fərd kimi roldan rola keçməyi də bacarmalıdır. Yəni iş həyatında işçi, uşaqlarının yanında ata, həyat yoldaşının yanında kişi. Əgər bu keçiddə hər hansı bir problem varsa, bu əvvəlcə fərdin özünə, sonra isə qarşı tərəfə mənfi təsir göstərir. Əgər ailənizdə ünsiyyəti bərpa etmək istəyirsinizsə, vaxtım yoxdur bəhanəsini arxasında gizlənməyin və bunu var gücünüzlə istəməyə çalışın. Bəziləri üçün ailə həyat tərzi yox, vərdişdir. Əgər bu vəziyyətə düşmək istəmirsinizsə, hər gün evli olduğunuzu xatırlayın və ailə həyatının müsbət cəhətlərini yada salın. Ailədə ünsiyyət üçün heç də uzun vaxta ehtiyac yoxdur. Bəzən mətbəxdə birlikdə yemək hazırlamaq və ya birlikdə kitab oxumaq da kifayətdir. Gün ərzində həyat yoldaşınıza təkcə nə lazımdır sualı üçün yox, sırf onun üçün zəng edin. Çox məşğul olsanız da ara bir birlikdə gəzməyə çıxın. Bu yarım saatlıq bir gəzinti və ya bir axşam yeməyi də ola bilər. Bir-birinizin əlamətdar günlərini xatırlamaq üçün işin az və ya çox olmasının bir fərqi yoxdur. Nə qədər yorğun olsanız da axşamlar bir yerdə söhbət etməyi unutmayın. Hətta bu söhbət çox qısa olsa belə. Unutmayın ki, həyat yoldaşınızın ünsiyyətiniz nə qədər möhkəm olsa, bu sizin həm həyat tərzinizə, həm də ailə səadətinizə müsbət təsir göstərər.